Hər vaxtınız xeyirli olsun, hörmətli izləyicilər. Deməli, bu günləri Xınalıq kəndindəyəm. Xınalıq kəndi Azərbaycan Respublikasının Quba rayonunun ərazisində yerləşir və demək olar ki, dəniz səviyyəsindən ən hündürdə yerləşən kəndlərimizdən biridir. Təqribən 2000 metr hündürlükdə yerləşir. Kənddən fərqli yerlərə, fərqli istiqamətlərə maraqlı marşrutlar gedir. Biz bu günləri qonağımızla birgə Qalaxudad kəndi istiqamətində gedəcəyik, bu marşrutu keçəcəyik və təqribən 8 kilometr yol gedəcəyik piyada. Köhnə maşın, at yoludur və çox adamın, belə deyək də, yürüyüş vərdişi olan çox insanın gedə biləcəyi rahat bir marşrutdur. Təqribən bir aydan sonra buralar yaşıllaşacaqdır. Hardasa mayın axırı, iyul aylarında çox gözəl yaşıllıq, gül çiçək olacaqdır. Bütün ətraf gördüyünüz bu boz dağlar hamısı yaşıllıq və gül çiçək olacaqdır. Avqustun əvvəlinə qədər ot biçilənə və heyvanlar tamamilə gül çiçək otlayıb qutarana qədər. O vaxta qədər vaxtınız var ki, gəlib bu gözəl kəndi və onun ətrafını gəzəsiniz. Həmçinin burada yaxınlıqda zirvələrə gedən, yəni yollar da var. Biz yayda zirvələrə gedəndə çox vaxt buradan gəlib gedirik. Eyni zamanda bura gəlib yerli mətbəxin dadına baxa bilərsiniz. Həqiqətən turistlərimizin həmişə razı qaldığı, yəni ev yeməkləri yedikləri kəndlərdən biridir Xınalıq kəndi. Əhalisi də dostpərvərdir, qonaqpərvərdir. Bir sözlə gəlib bu kəndi gəzməyinizi tövsiyə edirəm. Hələlik.